oruc tutub arıqlamaq mümkündürmü və oruc tutmağı bir diyeta növü hesab edənlər haqlıdırlarmı? Mən bununla biraz razılaşmıram, çünki bilirsiniz, burada bu ayın hikmətinin içərisində əslində niyyət önəmlidir, saf niyyətimiz önəmlidir. Əgər biz buradan sanki bu aydan istifadə xarakterli, yəni deyək ki, vizual gözəlliyim naminə ayı da tutum, o zaman bizim niyyətimizin saf olmaması ortalığa çıxırsa, mən düşünürəm belə deyil. Amma Ramazan ayı, necə ki 11 ayın sultanıdır, mən həmişə deyirəm, sanki Allah Taalanın, yəni Tanrının bizə yolladığı bir sağlam qidalanma elminə keçid eləmək üçün tramplin ayıdır. Mən həmişə belə deyirəm. Məhz o nöqteyi nəzərdən baxanda, yəni insan ümumiyyətlə deyək ki, dini istiqamətdə, yəni insani keyfiyyətlərə nəzər salsaq ki, hər tərəfli bu ayın hikmətini bilir. Amma nə gözəl, həm də sağlam qidalanmaya keçid eləmək üçün düşünür ki, bu aydan başlayayım. O zaman səhv deyil. O zaman Ramazandan öncəki aylar da var, hətta Rəcəb ayı, Şəvval ayı ki, mən bir praktik həkim olaraq illərdir inandırım sizi, biz bu aylarda belə diyet, orucluq diyeti veririk. Yəni, düşünün, Ramazan hələ başlamayıb, öncəki aydan gəlir artıq ki, doğru bəslənmə şəklini bilsin. Çünki məqsəd bu ayı tam da tamına eləməkdir. Birinci o Ramazandan əvvəlki hazırlıqdır. Bəli, hazırlığını hər doğru etsin. Hər gün tutmurlar bəzi. Bəli. Sonra post-Ramazan dövrü var ki, doğrudan da eləmək istəyir ki, həm məqsəd niyyətinə doğru deyək ki, şəkildə nail olmaqdır ki, yarım qoymasın, 3 gün, 5 gün deyil, 1 ay tutsun. İkincisi də doğrudan da doğru bəslənməni öyrənsin ki, bu zaman əgər doğru Ramazan edəcəksə, dispeptik əlamətlər ön plana çıxmayacaq. Hətta kökəlmə kimi problemlər bəzən olur. Mən o insanlara bəzən bu sualına belə cavab verirəm ki, deyir, doktor, Ramazan etdim, məsələn, yanlış məqamlarla, deyək ki, mədə bağırsaq traktında problem və yaxud köklü ilə qarşılaşdım. Mən o zaman o insanın öz sualına suallara cavab verirəm ki, siz doğru Ramazan bəslənməsi etmişsinizmi? Və aydınlaşdıranda məlum olur ki, sən demə imsaka durmurmuş, sən demə iftara əlinə nə keçirdi, onunla bəslənirmiş və yaxud iftardan imsaka olan müddəti daha bütün bəslənirmiş, qida qəbul və yaxud da hərəkətsiz qalmaq. Və çox hərəkətsiz qalmış. Bəli, belə insanlar var ki, bütün günü yatır, sadəcə imsakda qida qəbul edilir və yenə yatır. Yəni, bu səhv idi. Amma doğru şəkildə Ramazan bəslənməsi edibsə, sözün əsl mənasına faydasını görür.